Bağırsağımızın ən çox sevdiyi 4 qida məhsulu. Əgər bu cür mövzular sizə maraqlıdırsa, videonu yadda saxlamağı və üstəgəl işarəsindən kanalımı izləməyi unutmayın. Birinci yerdə təbii şəkildə fermentləşdirilmiş kələm turşusu. Çalışın gün ərzində 100-150 qram kələm turşusundan istifadə edəsiniz. Tərkibində bağırsağınız üçün çox gözəl təsir bağışlayacaq probiotiklər olduğu üçün bağırsağınız sizə çox sağ ol deyəcək. İkinci yerdə çərəzlər və toxumlu bitkilər. Bunlara qoz, fındıq, fıstıq, badam, chia toxumu və kətan toxumuna aid etmək olar. Bu bitkilərin tərkibində bol miqdarda yağlar olduğu üçün bağırsağımıza çox gözəl təsir bağışlayacaq. Bundan əlavə liflə zəngin olduğu üçün bağırsaqdakı şlakların təmizlənməsində çox gözəl rol oynayacaq. Üçüncü yerdə isə tərəvəzlərdən gələn liflərdir. Liflər tərəvəzlərin və göyərtilərin bədənimizdə həzm edilməyən hissəsidir. Yəni, bağırsaqda hərəkət eləyərək bağırsaq şlaklarını və bağırsaqda yığılan toksinləri təmizləmə xüsusiyyətinə malikdir. Belə desək, onlar bağırsaqda süpürkə rolunu oynayırlar və yavaş-yavaş orada hərəkət eləyərək bağırsağınızı tərtəmiz eləyirlər. Bütün bu qida məhsullarını günlük qidalanma proqramınıza əlavə etsəz və hər gün istifadə etsəz, bağırsağınız sizə gözəl immun sistemi ilə təşəkkür edəcək.